Salam, hörmətli Power BI vəskarları. Bugünkü dərsimizdə bu videomuzda daha doğrusu 3 videonu tanış edəcəyəm. Bunlar DAX, MANS və Today DAX-lardır. Bunlar da işlem prinsipi eynən Excel-dəki kimidir. Bunlar da kanun düsturunda necə deyirlər, yaratmaq üçün istifadə olunur. New column və measure'da bunlar istifadə etmək olmur. Today DAX Today Excel-dəki kimi arqument qəbul etmək, ancaq mötərizələr açılıb bağlanılır və bugünün tarixini yazdıq burada. Bəli, 2 iyul 2025. Eynən Excel-dəki kimidir. İşlem prinsipi və s. İndi isə DAX-ı bəli, iyul ayı 2-ci gündür, yəni 2 iyul. Bu nəticəni bizə verir. Bir dənə arqument var qəbul edən. Bu da lazım olan sütundur deyə. Şimdi isə MANS, DAX. Bu da Today. İyul ayı 7-ci olduğuna görə bu da 7 verir. MANS və Today DAX-ları analoji DAX-lardır. Heç bir qeyri-adiliyi yoxdur. Bunları əsasən sütun yaratmaqda düzəldirlər. Belə kart olaraq verilir. Amma və lakin necə deyirlər, mənası bir şey olur. Nəyə görə mənası olur? Baxın, 21 nəticəsi verdi. 3 dənə 7, 21 eləyir. O cümlədən də 3 dənə 2, 6 verir. Bu qədər. Xoş izləmələr. Kanalımızı abunə olub və videolarımızı bəyənməyi unutmayın və dostlarınıza da məsləhət görün ki, onlar da bundan faydalansın. Sağ olun, təşəkkürlər, hər birinizi uğurlar.